Bəhbəhlə nuş edə biləcəyiniz çox ləzzətli nar salatının hazırlanmasını bölüşürəm. Mal ətinin üzərinə su əlavə olunub qaynadılır. Mayonez, xama, duz, istiot qarışdırılır, sıxma torbasına yerləşdirilir. Salat hansı qabda yığılırsa, alt hissəsi mayonezlənir və əvvəldən qaynadılmış tərəvəzlər rəndələnir, üst-üstə yığılır. Kartof, kök, yumurta, mal əti, cəfəri, çuğundur, turşu xiyar, təzə xiyar. Mütləqdir ki, təzə xiyarla turşu xiyarı rəndələyərkən sonda suyunu sıxmaq. Bu qayda ilə çuğundurun da suyu sıxılır, üst hissəsindən əlavə olunur. Yaxşı olar bir gecə və ya da 4-5 saat soyuducuda salatınızı gözlədin. Sonra sonda üzərinə nar əlavə edib süfrəyə verin. İnanın, o qədər ləzzətli olur. Hazırlayın sizlər də, ağız dadı ilə nuş edin. Videonu görənlər mütləq bəyənməyi, yaxınlarınızla bölüşməyi və yorumlarınızı yazmağı unutmayın. Görün necə gözəl, rəngarəng olub salatımız. Bəh-bəh. Hələlik.